Böyük maraqla izlənilən və gözlənilən 9-cu Muğam televiziya müsabiqəsinin başlamasına artıq sayılı günlər qalıb. Bildiyiniz kimi, istər Bakı şəhəri üzrədə, istərsə də bölgələrdə seçim mərhələləri yekunlaşdı və seçilmiş 30 gənc növbəti mərhələdə iştirak etmək üçün vəsiqə qazandı. Muğam sənətinin qorunub saxlanılması, inkişafı, gələcək nəsillərə çatdırılması, yeni ifaçılar nəslinin yetişdirilməsi məqsədi ilə keçirilən Muğam müsabiqəsi istedadlı gəncləri yenidən bir yerə toplayıb. Seçim mərhələsindən keçən iştirakçılar əməkdar incəsənət xadimi Çingiz Abbasovun rəhbərliyi ilə müsabiqəyə hazırlaşırlar. Bu çətin və məsuliyyətli yolda gənclərə dəstək olan sənətkar onlarla işləməkdən həm də zövq aldığını deyir. Müsabiqə yolu ilə bu sənətə gələnlərlə müsabiqəsiz gələnlərin fərqi var. Müsabiqəsiz qutarıb konservatoriyanı, ya musiqi kollecini, ya İncəsənət Universitetini sözüm yox. Onlar sərbəstdirlər. Hansı muğam xoşuma gəlir, hansı zər muğam istəyirsən oxu, istəyirsən oxuma. Amma muğam müsabiqəsi belədir ki, proqram var. Bir ay seçim məşq, 3 ayda demək, yarış gedir. Məşq prosesi uşaqlar və gənclər olmaqla 2 qrup üzrə keçirilir. Məşq zamanı ifaçıları milli musiqi alətləri ansamblda müşayiət edir. "30 nəfər seçilib, 20 nəfər böyüklər, 10 nəfər uşaqlar. 30 nəfəri 2 yerə bölmək, böyükləri də 20 nəfər böyükləri 2 yerə bölmək, uşaqları da eyni zamanda. Bu çətindir. Uşaqlar isə 2 yerə bölünür, onlar 5-i məsələn bu həftə oxuyur, 5-i o bir həftə. Böyüklər bir həftədə, 2-ci, 4-cü olur, hər həftə çıxırlar, bir nəfər çıxır. Amma uşaqlar 2-ci həftədə çıxırlar. Milli musiqi harmoniyalarına köklənən müsabiqədə müəllim və iştirakçıların zəhməti böyükdür. Məşq prosesindən də aydın oldu ki, tamaşaçıları rəngarəng musiqi bayramı gözləyir. 9-cu Muğam televiziya müsabiqəsinə Rusiyadan qatılıram. Azərbaycan Milli Konservatoriyasında 1-ci kurs tələbəsiyəm. Məşqlərimiz çox gözəl gedir. İnşallah çıxışımız da mükəmməl olar. Məşqlərimiz çox yaxşı keçir və çox məsuliyyətli və ciddi keçir. Var qüvvəmizlə hazırlaşırıq ki, bizə verilən o tapşırığı biz layiqincə göstərə bilək. Məşqlər çox yaxşı gedir, yəni ciddi, hər bir şey çox yaxşıdır. Yəni muğamlar məşq edirik, yəni gündəlik məşqlərə gəlirik, yəni ciddi şəkildə məşğul oluruq. Xanım Paşazadə, Kamran İsayev, Sevgi Əlizadə, Fəridə İsmailova, Mədəniyyət xəbərləri.